Canlı yayın zamanı səhər saatlarında restoranda olan tiktoker Müjgan ilə digər yayımçı Ayşə arasında dava düşüb. Mübahisə qısa müddətdə böyüyüb və hadisə yerinə polis əməkdaşlarının gəldiyi görüntülərdə əks olunub. Buyurun sözü gedən yayımın görüntülərini birlikdə izləyək. Videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və kanala abunə olmağı unutmayın. Ağa Şəngülüm, geç otur. Adam kimi danış. Geç otur, Şəngülümsən. Mən adam kimi danış deyirəm sənə. Kiməsə güvənmə. Nə istəyirsən? Kiməsə güvənmə. Nə istəyirsən? Düdün qabağıma çıxma. Çıxmışam qabağıma. Nə istəyirsən məndən? Yox qabağıma çıxma. Düdün ki qabağıma çıxma. Nə istəyirsən məndən? Ağzına gəl qışqırma. Səsimin tonuna. Nə istəyirsən məndən? Səsi sənə şər atıram. Nə istəyirsən məndən? Yox sənə şər atıram mən. Hə? Ay balam. Yox mənə çəkmə. Mənə ehtiyac yoxdur. Yox, mənim yanıma gəl. Sen ne gelirəm üstüme gelirsən, kimsən sen? Sen yiyeceksen. Açın yorumları. Heç nəyə bağlanmıram. Bir dəqiqə canlı siz. Bağlaya bilmərəm. Xeyr, bağlaya bilmərəm. Mənim üstüme hücum elib oturdum yerdə. Biz zəhmət olmasa yüz gəzər geliyin. Bir dəqiqə mən... Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin. Balçıq mənim üstümə hücum edib bıçaq çəkdi. Mən oturmuşam İçərişəhərdə restoranda. Oturduğum restorana hücum çəkən Ayşə Seyidlidir. Qayd eləyin. Hücum çəkib mənə, əl qol atıb mənə reaksiya vermişəm. Bu qadıncığaz imkan vermir ki, mən oturum şəhərimdə gəzim. Yığmışam 100 kere, telefonumu alıb əlimə sındırıb. Dur fıskık burada. Pozğun. Deyir ki, mən dəliyəm, mənim dəli kağızım var, mənim vecimə deyil. Yaxşı. Yaxşı, problem yoxdur. Kənan, buradasınız. Sənin də girib çıxanı var. Sən kimsən? Sən kimsən mənim üstümə hücuma gəlirsən? Sən kimsən? Rədd edin onu buradan, mən burada oturmuşam, çörək yiyirəm, mənim üstümə hücum eləyin. Axmağım bir axmaq. Dəli də apar bassınlar dəlixanaya. Dəli də aparsa dəlixanaya bassınlar. Mən yaşadığım ölkədə çıxıb çörək yemək ixtiyarım yoxdur. Mən zəng eləmişəm 102-yə. Mən üstümə hücum eləyib, mən saçım başıma əl atır. Kimdir bu? Kimdir buna var atar duran? Sen kimdi duran? Atondur. Hə, indi atımı çağıracaqlar, dayan. Axmağım bir axmaq. Yaxşı, yaxşı. Yaxşı, əcəb eləmişəm, yaxşı eləmişəm. İndi gözlə. Ay balam, oturmuşam İçərişəhərdə restoranda. Bu özünü bilməyən adam gəlib mənim üstümə hücum eləyir. Gəlib mənim üstümə hücum eləyir, mənim oturduğum üstümə hücum eləyir. Dedim ki, bax, söhbətin var, gəl oturub çörək kəsək. Çörəyin şortunu verim, görüm sənin dərdin, problemin nədir? Gəlib mənim saçıma başıma əl atır. Nə istəyir bu adam məndən? Nə istəyir? Niyə mən imkan veriblər ölkəmdə yaşayım? Nə edim, özümə gedim, nəsə hərəkət edeyim mən? Sen kanını yoxlatdıracaq. Az get öz yan kanımı yoxla. Get öz kanımı yoxla. Patlı sen olarsın, axmağın bir axmaq. Gözləyək, problem yoxdur. Dur vızgırt da narkoşa. Axmağın bir axmaq. Yoxlayaq da mənim qan analizim var. Ay sən kimsən? Özün yersən nəslindən. Dəli. Desən məştağı üçün darıxmısan? Məştağı üçün darıxmısan? Düz der, tamı sən. Sənə girib çıxanı yoxdur. Sənə girib çıxanı yoxdur, dəli. Ay dəli. Məştağı üçün darıxmısan, göndərərik, problem yoxdur. Atomdur. Dur vızgırt yine. Dur vızgırt. Ay xanım. Bunu rədd eləyin də buradan. Bu qarşığı rədd eləyin. Yox, mən heç polis gəldi. Ha, siz Sağ hesab olun aleyküm qardaş. Sağ olun. Şəhəti mənə.
Adınız nədir? Müjgan Məmmədqədər. Kimdən şikayət? Bax o qadına şikayətçiyəm. Oturmuşum çörəyimi yiyirəm, mənim gəl TikTok'dan çəkim. TikTok edirəm canlı yayında. Tanırsınız? Canlı yer. TikTok'dan tanıyıram. Ay suka. Gösterme Öz üzüm çəkib. Canlı yer. Canlı yanlış oldu. Mən Suka. həyatım Polisi gösterme. Vətən xaini. söndürə bilmərəm. Söndür. Niye Niyə söndüremezsin? söndürməliyəm? Niye Niyə? söndüremezsin? Niyə? Satqın. Özün Əxlaqsızlığı təbliğ edən. Ayşə bunu. Vətənini soyan. Bir dəqiqə də. Söndür gəlmi polis üçün olmaz. Mən dövlət idarəsində Sen deyiləm. gel yoksa bazar başladı. Söndür gəlmi. Mən dövlət idarəsində deyiləm. Mən İstanbul Söndür. İndi size koyacağım Heydər Əliyev haqqında nə deyir? Vay suka. Satqın. Vətən xaini. Əli Rəhimovun dostu sat söndür. Xanım gəlin də bizlə gedək. Ələm əlbəttə gələcək. Gələcək. Sigareti söndür Nərisə əxlaqsız. qalmadı orada. Yox mən içirəm. Gəl. Səbəb rayonudur. Nə dəxlər? Nədəm burada işləyir? Səbəb rayonu polis idarəsinə aparılaram oturduğum yerdə. Sağ olun. Uzak durun, dürüst olmayan insanlara biraz yalan. Ne olur olsun haksızlığa göz yummaram. Doğru dura dura yalana inanmaram. Sevmeyenler uzaktan sadece izlesin. Dost dediklerimi yarı yolda koymaram. Bir men var içimde, hiç kesin görmediğim bir men var içimde. Dünyanın bilmediği yüreğimin ihtiyacı var sevinmeye. Yukarı geldi dünyaya sevip sevilmeye. Bir men var içimde, hiç kesin görmediği bir men var içimde. Dünyanın bilmediği her günüme her halıma şükredilen her an. Bu gelin için Tanrım seni minnettarım. Moderatorlar, bu barmağa gülenleri zəhmət olmasa tax bloka. Barmaq işarəsinə belə gülürlər. Başımı stola dəyib, heç nə. Allah sizi var eləsin. Yaxşı ki varsınız. Yok, bu gerek var. Akan yaşla gözlerimden süzülerdi izlerinden. Canım xəstə, qulaq səsdə, həzin otlar sənsən bəstə. Aram yoxdur heç bir kəsdə. Seni gezdim son nefeste. Canım xəstə, qulaq səsdə, həzin otlar sənsən bəstə. Aram yoktur hiçbir kəsdə. Səni gəzdim son nəfəsdə. Başım stola dəyib. Hər şey yaxşıdır uşaqlar. Başım stola dəyib, onun üçün ağrıyır. Stola dəyib başım. Cəzanı çəkəcəksən. Niyə adam öldürmüşəm? Hansı cəzadan söhbət gedir? Yoxsa cərabı vurmamışam. Ben bitmişim, tükenmişim. Ömrüm gelir sanki geçer. Sonsuz yolda direnmişim. Canım xəstə, qulaq səsdə, həzin otlar sənsən bəstə. Aram yoxdur heç bir kəsdə. Seni gezdim son nefeste. Bu bir dəli qız ataq bloka. 26 level'a güvənib görürsən. Səni gəzdim son nəfəsdə. Həzin otlar sənsən bəstə. Aram yoktur hiçbir kəsdə. Səni gəzdim. Əsas şiş çəkilsin. O gün iğnə vurublar alnıma. Yerə vilka düşdü, əli kırçanda başım stola dəydi. Çabuk dalaşmayın. Dalaşmayın kızlar. Yok, heç kim saxlamırlar. Ayşə ilə barışdıq, dağılışdıq. O məsələ orada həll oldu. Qarşılıqlı barışdıq, yola saldıq. Yola qayıtdıq.